İzzətli və gözəl Rəbbim, sevimli Rəbbim, məhəbbət dolu Rəbbim, atam, yenə sənin qarşındayıq, ya Rəbb. Sən bizə demisən ki, 1000 nəfər sağında, 10.000 nəfər solunda qırılsa, ortada mən səni qoruyacağam. Ya Rəbb, bu sözdən möhkəm-möhkəm yapışmışıq Rəbbim. Bilirəm ki, sən verdiyin sözə əməl edən yeganə qüvvəsən, ya Rəbb. Bu möhkəmliyi, bu imanı bizə verdiyin üçün sənə təşəkkür edirəm, Rəbbim. Yenə sənin qarşındayıq, yenə sənin möhtəşəmliyinin ətrafındayıq, ya Rəbb. Yenə sənin kəlamlarının nuruna toplaşmışıq, ya Rəbbim. O kəlamların axın-axın dolsun içimizə, daxilimizə, ya Rəbb. Ya Rəbb İsa Məsih, ya Rəbb Ata, Ata Tanrı, sən bizi cəhənnəmin alovundan xilas eləmək üçün öz oğlunu bizə qurban verdin, ya Rəbb. Onu çarmıxa gətirdin, ya Rəbb. Ya Rəbb, bu çarmıq elə belə sadəcə 4 dənə taxta parçasından ibarətdir, ya Rəbb. Bu çarmıxın çox möhtəşəm bir mənası var, ya Rəbb. Onun mənası bizi ölümdən ayırıb əbədiyyətə qovuşturmaqdır. Bizi cəhənnəm alovundan götürüb cənnətə qovuşturmaqdır. Bizi yerlərdən götürüb göylərə qovuşturmaqdır, ya Rəbb. Göylərdə bizə məskən verməkdir, ya Rəbb. Sənə şükürlər olsun. Bu möhtəşəmlik üçün sənə alqış olsun, ya Rəbbim. Biz özümüz bir məbədik, ya Rəbb, bizim bədənlərimiz. Hamımız birləşəndə bir kilsəyik, bütün imanlılar birləşəndə, ya Rəbb. Kilsə təkcə daşdan, sementdən hörülmüş divar demək deyil, Rəbbim. Kilsə sənin kəlamlarındır. Kilsə sənin dirilişindir. Ya Rəbb, biz hamımız birlikdə, bütün imanlılar birlikdə birləşmiş bir kilsəyik. Dünyanın hansı yerində olur olsun, dünyanın hansı bucağında olur olsun, İsa adına iman edən insanların hamısı eyni əqidəyə malikdir. Eyni gücə, qüdrətə malikdir, ya Rəbbim. Çünki bu gücü, qüdrəti sən vermirsən bizə, Ata Tanrım, heç kəsin verə bilməyəcəyi, heç kəsin qadir ola bilməyəcəyi bir gücü vermirsən bizə, ya Rəbb. Öz ruhunla birləşdirmirsən. Biz səndə birləşmişik, biz o çarmıqda birləşmişik. Ya Rəbb, o çarmıxın o qədər böyük mənası var, ya Rəbbim. Bir ömür boyu danışsan qurtarılmayacaq bir gücü var, ya Rəbbim. Ya Rəbb, ya İsa Məsih, sənin o axıtılan qanına görə minnətdaram sənə. Ya Rəbb, sənin o çəkdiyin iztiraba görə minnətdaram sənə. Səni əzdilər, ya Rəbb. Səni döydülər, tüpürdülər, hər bir işgəncəni verdilər, ya Rəbb. Yenə sən yolundan dönmədin və çarmıxa getdin, ya Rəbb. O çarmıx ki, bütün dünyanın hər bir bucağından olan imanlını eyni ruhda birləşdirir, ya Rəbbim. Burada mənim danışdığım sözü Amerikada da eyni cürə danışırlar. Yaponiyada eyni cürə, Fransada eyni cürə, ən ucqar ölkələrdə belə eyni cürə danışırlar, ya Rəbb. Çünki biz bir ruhun altında birləşmişik. Müqəddəs və pak ruhun altında, hər pislikdən uzaq bir ruhun altında, Allahın ruhunun altında, Tanrının, yaradıcının ruhunun altında birləşmişik. Ya Rəbb, bu vəhdət üçün sənə təşəkkür edirəm, Rəbbim. Sənə izzət olsun, alqış olsun, ya Rəbb. Bütün həmdlər sənədir, ya Rəbbim. Nə qədər səni izzətləndirsək, nə qədər sənə şükürlər eləsək, yenə də azdır. Sən bizə verdiyin o müqəddəsliyin bir zərrəsini biz ödəyə bilmərik, ya Rəbbim. Bunun üçün sənə təşəkkür edirəm, Rəbbim, minnətdaram. Ya Rəbb, bütün bu qrup üzvlərinə görə minnətdaram sənə. Onları yetişdirdiyin üçün, imana gətirdiyin üçün, imanda yaşatdığın üçün, bir ruhun altında birləşdirdiyin üçün, ya Rəbbim, minnətdaram sənə. Biz ruhda iman bacı və qardaşlarıyıq, ya Rəbbim. Bu
bir atadan, anadan doğulmuş bacı və qardaşdan üstündür. Ona görə ki, onlar insandan doğulublar, ya Rəbbim, günah eləyə bilərlər, amma bizim ixtiyarımız yoxdur günah eləməyə. Bu ruhun altında yığışmışıqsa, bu nurun işığın altında yığışmışıqsa, ya Rəbbim, bizim günah eləməyə haqqımız yoxdur, ixtiyarımız yoxdur. Pis bir iş görməyə, pis sözlər danışmağa, kiməsə pislik eləməyə, xəstələnməyə, bədənimizə xəyanət eləməyə, heç bir şeyə bizim ixtiyarımız yoxdur. Biz onda elə bil ki, sənə xəyanət eləmişik, ya Rəbbim.